Çünki az zikr eləmək kimin sifətlərindəndir? Münafiqlərin. Allah onları vəsfədə necə deyir? Deyir, onlar namaza tənbəlliklə qalxarlar. Düzdürmü? Və Allah çox az zikr eləyərlər. İbn-i Qayyim, Allah ondan razı olsun, deyir ki, deyir, Allah'a zikr eləmək böyük qövmlərin işidir, əməlidir, mənziləsi, məqamıdır. Yəni, böyük insanlar, böyük qövmlər Allah'a zikr eləməklə tanınarlar. Əbu Darda, Allah ondan razı olsun sahabələrdən, deyir ki, o kəslər ki, deyir, onların deyir, dili Allah zikr eləməklə islah qalıb, onlar deyir, gülümsəyərək cənnətə daxil olacaqlar. Bir də bəzi insanların adətinə bax, görürsən, ən çox nəyi sevirsə ondan danışır. Məsələn, futboldan sonra nədən danışacaq? Futboldan. Siyasətdən çox siyasətdən danışır. Yəni, başqa peşə sahibi, hamısı dünyadır da, ondan daha çox danışır. Niyə? Sevgisi, marağı daha çoxdur. Lakin insanın Allaha sevgisi daha çox olanda, ən çox kimi zikr eləyəcək? Təbii ki, Allahı zikr eləyəcək. Yenə Əbu Hüreyrə rəvayət edir, Allah Rəsulu sallallahu aleyhi və səlləm belə buyurur. Deyir ki, müfərridlər hamını ötüb keçdilər. Deyirlər ki, ey Allahın Rəsulu, müfərrid kimlərdir? Deyir ki, Allaha çoxlu zikr edən kişilər və qadınlar. Müfərrid, yəni öz vaxtında, öz zamanında, öz taytuşlarından seçilən adamdır. Görürsən, bunlar nə ilə seçiliblər? Allaha çoxlu zikr eləməklə. Və Allah Rəsulü deyir ki, bunlar hamını ötüb keçdilər. Savabda, mükafatda hamını ötüb keçdilər. Kimlər? Allaha çoxlu zikr edənlər. İstəyir kişi, istəyir qadın olsun. Və bəli, Allaha zikr eləmək ən böyük əməldir. Çox böyük salih əməllərdən biridir. Allah kitabında zikr edənləri tərif edib, istər kişi olsun, istər qadınlar olsun. Hətta elə yerlər var ki, Allah Teala dedi ki, Allahı çoxlu zikr edin. Ey iman gətirənlər, Allahı çoxlu zikr edin. Demədi zikr edin. Dedi, Allahı çoxlu zikr edin. Çünki az zikr eləmək kimin sifətlərindəndir? Münafiqlərin. Allah onları vəsfədə necə deyir? Deyir, onlar namaza tənbəlliklə qalxarlar. Düzdürmü? Və Allah çox az zikr eləyərlər. Deməli, mömin insan Allah çoxlu zikr eləməlidir. Hətta elə yerlər var ki, bax, çətin, məşəqqətli insanları başqa şeylə məşğul edib, lakin o yerdə Allah deyir, çoxlu zikr. O da hansı yerlərdən biri? Döyüş meydanında. Məşəqqət var, çətinlik var, qorxu var, təhlükə var. Lakin bununla yanaşı Allah-u Teala deyir ki, nizat tapmaq üçün Allah çoxlu zikr edin. Necə ki, kitabında buyurur Allah-u Teala, yəni bu haqda çox danışmışıq. Allah-u Teala deyir ki, bir qövmlə qarşılaşdığınız zaman, yəni kafir qövmlərlə qarşılaşdığınız zaman sabit qalın, sabit olun, yəni qaçmayın və nizat tapasınız deyə Allaha çoxlu zikr edin. Təsəvvür edin, döyüş meydanında, cihaddır. Ya öldürəsən, ya öldürüləcəksən, ya qalib gələcəksən, ya uduzacaqsan, ikisindən biridir. Lakin bu məqamda belə Allah-u Teala deyir ki, nizat tapmaq istəyirsinizsə Allahı çoxlu zikr edin. Allahu Akbar, döyüş meydanında. Bugün rahatçılıqda Allahı zikr eləməyən nə qədər müsəlmanlar var, subhanallah. Amma o gün elə bir yerdə Allah deyir ki, çoxlu zikr elə ki, nicat tapasan. Subhanallah. Həmzə Peyğəmbər sallallahu aleyhi və səlləmin bu haqda qəşəng hədisi var. Allah-u Teala, Allah Rəsulü sallallahu aleyhi və səlləm Əbu Dərdədən rəvayət hədisi buyurur ki, deyir, sizə əməllərinizin ən xeyirlisini, Rəbbiniz yanında ən təmiz, ən saf, dərəcələrinizi ən çox ucaldan, sizin üçün qızıl və gümüş verməkdən daha xeyirli olanı, düşmənlə qarşılaşıb onların boyunlarını vurmağınızdan və onların da sizin boynunuzu vurmasından daha üstün olan əməli xəbər verinmi? Deyirlər ki, buyur ey Allahın Rəsulü. Allah Rəsulü deyir ki, sallallahu aleyhi və səlləm, deyir, Allahı zikr eləmək. Gör, zikrullah necə böyük bir əməldir, subhanallah. Və Allah Teala kitabında onları tərif edir, Allah zikr edənləri. وَالذَّاكِرِينَ اللّٰهَ كَثِيرًا وَالذَّاكِرَاتِ Allah çoxlu zikr edən kişi və qadınlara gəlincə أَعَدَّ اللّٰهُ لَهُمْ مَغْفِرَةً وَأَجْرًا عَظِيمًا Allah onlara məğfirət və böyük mükafatlar hazırlamışdır. Kimlər üçün? Allahı çoxlu zikr edən kişi və qadınlar üçün. Demədi zikr edənlər üçün. Çoxlu zikr edənlər üçün. Həmçinin burada bax sələfdən, sahabədən tutmuş, onlardan sonra gələn və bəzi alimlərin qəşəng sözləri var. Allah zikr eləməklə bağlı.
İbn Qayyim Allah ondan razı olsun deyir ki, Allah'ı zikr eləmək böyük qövmlərin işidir, əməlidir, mənziləsi, məqamıdır. Yəni böyük insanlar, böyük qövmlər Allah'ı zikr eləməklə tanınarlar. Və Allah'ın elə bir əzəmətli qapısıdır ki, qulu ilə özü arasında o qul qəflətdə olmadıqca o qapı bağlanmaz. Deməli, insanı Allah'a yaxınlaşdıran ən gözəl əməllərdən biri, ən yaxşı üstün əməllərdən biri Allah'ı zikr eləməkdir. Qulla Allah arasında açıq bir qapıdır, əzəmətli, böyük bir qapıdır. Nə vaxt bağlanar? Qul qəflətə düşəndə. Yəni, qafil olmasan, qapı bağlanmayacaq. Və həmçinin, məsələn, Ömər İbn Xattab, Allah ondan razı olsun, deyir ki, Allah'a çoxlu zikr edin. Deyir, Allah'a zikr eləmək şəfadır. İnsanları zikr eləməkdən çəkinin, deyir ki, insanlar çoxlu zikr eləmək isə xəstəlikdir. Onun ki, Allah'a çoxlu zikr eləmək lazımdır. Allah zikri şəfadır. İnsanları xatırlamaz zikr eləmək. O bir bəladır, bir müsibətdir, xəstəlikdir. Abdurrahman Sə'di, müasir alimlərdən olub, Allah ondan razı olsun, deyir ki, Allah'a zikr eləmək və bu işdə davamiyyətli olmaq, qəlbi Allah sevgi və əzəməti ilə dolu olan kəslərdən olar. Allah zikr eləmək kimdə daha çox olur deyir. O kəslər ki, onun qəlbi Allah'a sevgi və əzəmətlə doludur. Allah əzəmətləndiribsə, Allah sevgi isə bu insanlardan daha çox törəyər Allah'ı zikr eləmək. Ona görə kim Allah'ı zikr eləyirsə, onda öz qəlbini hesaba çəksin. Bəlkə Allah sevgisi azalıb. Bəlkə Allah'ı az əzəmətləndirmişəm. Ona görə az zikr eləyirəm. Qəlbi sevgi ilə, Allah əzəməti ilə dolu olanlar Allah'a çoxlu zikr edərlər. Bax, bu insanların əməli budur. Həmçinin Fudayl İbn İyad qədimlərdən deyir ki, Allah'ı zikr edən kəs Allah'ı zikr etdikcə günahlardan salamat qalar və çoxlu əcirlər toplayar. Allah'ı zikr elədikcə. Doğrudan elədir. İnsan zikr eləməyəndə artıq başqa şeylə məşğul olacaq. Deməli, Allah zikr eləyəcəksə, bu artıq savablar yığacaq. Düzdürmü? Məşğuliyyəti Allah'ı zikr eləməkdir. Günahdan uzaq düşəcək, çoxlu mükafatlar, savab əməllər əldə edəcəkdir. Həmçinin, məsələn, Meymun İbn Səyyah deyir ki, əgər Allah bir quluna xeyir istəyərsə, deyir, ona Allah'ı özünü zikr eləməyi sevdirər. Deməli, kim Allah'ı çoxlu zikr edirsə, Allah ona xeyir istəyib ki, onu zikr edir. Allah'ı zikr edir. Əbu Darda, Allah ondan razı olsun sahabələrdən, deyir ki, o kəslər ki, deyir, onların deyir, dili Allah zikr eləməklə islah qalıb, onlar deyir, gülümsəyərək cənnətə daxil olacaqlar. Gülümsəyərək. Hər kəs elə istəyir ki, cənnətə rahat girsin. Mutmain bir şəkildə, sevgi ilə, fərəhlə. Nədir yolu? Deyir, Allah'ı zikr eləmək. Bir də bəzi insanların adətinə bax, görürsən, ən çox nəyi sevirsə ondan danışır. Məsələn, futboldan sonra nədən danışacaq? Futboldan. Siyasətdən çox siyasətdən danışır. Yəni, başqa peşə sahibi, hamısı dünyadır da, ondan daha çox danışır. Niyə? Sevgisi, marağı daha çoxdur. Lakin insanın Allah'a sevgisi daha çox olanda ən çox kimi zikr eləyəcək? Təbii ki, Allah'ı zikr eləyəcək. Onun ki, Allah'ı zikr eləmək çox böyük salih əməllərdəndir. Bunda davamiyyətli olmaq lazımdır ki, nizat tapanlardan Allah bizi onlara eləsin.